Cənubi Koreyanın Pusan şəhərində Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump və Çin Xalq Respublikasının sədri Xi Jinping arasında görüş keçirilib. Görüşü diqqət mərkəzində saxlayan Qərb mediası liderlər arasında danışıqların yekunlarının çox uğurlu olduğunu bildirirlər. Çin Xalq Respublikasının sədri Xi Jinpinglə müzakirə edilən bütün məsələlərin və eləcə də onların təfərrüatlarının açıqlanmadığı görüşün əvvəlində ABŞ prezidenti Donald Trump danışıqların çox uğurlu olacağını əminliyini ifadə edib. Düşünürəm ki, bir çox məsələdə biz artıq razılığa gəlmişik və indi daha çox məsələ ilə bağlı da razılığa gələcəyik. Prezident Xi böyük bir ölkənin böyük lideridir və düşünürəm ki, bundan sonra uzun müddət bizim fantastik münasibətlərimiz olacaq. Çin Xalq Respublikasının sədri Xi Jinping isə öz növbəsində iki tərəfli münasibətlərin mütərəqqi inkişafına çağırıb. İki ticarət və iqtisadi qrupumuz bizi narahat edən əsas məsələlərin həlli ilə bağlı əsas konsensusa gəlib və ümidverici irəliləyiş əldə ediblər. Çin və Birləşmiş Ştatlar bir-birinə uğur və ortaq rifah əldə etməyə kömək edə bilərlər. İllər ərzində mən dəfələrlə açıq şəkildə bildirmişəm ki, Çin və Birləşmiş Ştatlar tərəfdaş və dost olmalıdırlar. Tarix bizə bunu öyrədib və reallıq da bunu tələb edir. Qərb mediası daha sonra qapalı keçirilən görüşlə bağlı bildirdi ki, 1 saat 40 dəqiqə davam edən danışıqların yekununda tərəflər iki ölkə arasındakı əsas ticarət və iqtisadi mübahisələrin həlli ilə bağlı konsensusa gəlib, həmçinin Ukraynada müharibənin başa çatdırılması istiqamətində səyləri birləşdirməyə razılaşıblar. Rövşən Əliyev, Fidan Səfər, Space xəbər.